Ticarət əxlaqı həm də müsəlman üçün Peyğəmbərin həyatı ilə bağlı bir əxlaqdır. Yəni ki, hələ vəhiy gəlməmiş, Peyğəmbərlik verilməmiş, bu məhz ticarət üzərindən Peyğəmbər sallallahu əleyhi və səlləmin demək şəxsiyyəti qəbul olunan bir şəxsiyyətə çevrilibdir. Yəni Məhəmmədül Əmin ifadəsi məhz hələ müsəlmançılıq deyək ki, İslam açıqlanmadan Məkkə toplumunda məhz onun ticari dürüstlüyü və davranışı bunu formalaşdırıb. O adlatanlarda Muhammedül Emin deyirlər. Bəli, Məhəmməd və buna bütün hər kəs əmanətini ona verib saxladırdısa və o dövrdə də əslində o Həzrət Xədicənin meneceri rolunu oynayırdı. Onun malını aparırdı, onun qeydiyyatını apardı və özünün o karvanda hara nəsə malı aparanda, demək satışa aparanda həm demək ticarət ünsiyyəti var idi, iqtisadi münasibətlər sisteminə girirdi, həm də öz tabeliyində olan işçilərin haqqını dürüstcəsinə qoruma sorumluluğu daşıyırdı, məsuliyyət daşıyırdı. Və belə bir vəziyyətdə iki sferada olan insanların etibarını qazanmaq məhz Peyğəmbərə nəsib olduğuna görə bu artıq İslam gəldikdən sonra, vəhy gəldikdən sonra bu mesaj Məkkə toplumuna veriləndə onun dinini belə, dini mesajını qəbul eləməyən insanlar onun ticarət əxlaqını və davranış əxlaqını kölgədə qoymurdular, kölgə altına salmırdılar, şübhələ yanaşmırdılar. Onu qəbul edirdilər, amma gətirdiyi mesajı Allahın bir mesajı olduğunu görmək istəmirdilər. Yəni ilkin müşriklərin bol olduğu cəmiyyətdə, onun çevrəsindən kənarda bunu görmək istəmirdilər. Amma onun heç vaxt ticarət əxlaqına və insan münasibətlərində davranışına heç kəs şübhə ilə yanaşmırdı. Önəmli olan budur. Müsəlman, hər bir müsəlman üçün də birinci şərt budur. Yəni, namaz əxlaq demək deyil. Yəni, bütövlükdə sən ibadət, ya Ramazan özü sənin əslində bir 11 ay bədənin üçün, bədənini qidalandırmaq üçün çalışmanı bir ayda ruhun üçün çalışmaya yönəldilən bir sürəşdir. Və səndən də deyirik, yeməyimizin Allaha aidiyyatı yoxdur, heç onun ehtiyacı yoxdur, içməyimizin biz yemirik, içmirik, bunun ehtiyacı yoxdur. Amma onun biz nəyə ehtiyacı var? Məsuliyyətimizi necə anlamağımıza ehtiyacı var. Təqva anlayışı da oradaydı. Təqvaya ehtiyacı var. Görək biz onun verdiyi inanc demək trayektoriyasına əmrinə və eyni zamanda onun ibadət rituallarına əməl eləyə-eləyə onun hədəflədiyi məsuliyyətli insana çevrilmişik ya yox. Bir yoxsul adam yoxsuldur deyə hələ onun sınaq aparmaq olmaz. Amma ona bir böyük bir sərvət gələndə əlinə, mal mülk gələndə necə davranacağı bu bir sürprizdir. Bu bir hələ planlaşdırılmayan, proqnozlaşdırılmayan bir deyək ki, təsəvvürdür. Necə ola biləcəkdir bu? Amma indi o baxımdan da daha çox biznes sahəsində, ticarət sahəsində olan insanlar həm də təkcə qazanma fəlsəfəsi əsas götürülmür. Xərcləmə fəlsəfəsi, hara xərcləyəcəksən? Yüzlərlə insan var ki, böyük bir sərvət sahibi olandan sonra dünya görüş, düşüncə və mühakimə tərzi onun xərcləməyə böyük bir sıxıntı çəkdiyini göstərir. Hara xərcləyim? Məktəb açım, uşaq bağçası açım. Xəstəxana tikim, ya müəyyən ölkənin müsəlman deyək ki, şeyxləri yaxud da bir təriqət liderləri kimi gedim haradasa eş işrətlə məşğul olum. Yəni bu seçimlərdir də. Və bu seçimləri doğru etmək üçün insanlar bu sınaq müddətini və məsuliyyət anlayışını dərindən dərk eləməlidirlər. Və o olanda artıq elə faydalı işlər görməyə başlayırlar ki, bu faydalı işin də nəticəsi cəmiyyətə ancaq
müsbət bir çalarlar gətirir və həm də müsəlman özü bir nümunəyə çevrilir. Yəni, ibadətlə nümunəyə çevrilənməzsən, əməllə, davranışla nümunəyə çevrilə bilərsən. Heç elə olar bilməzlər sən namaz qılırsan, amma bilərlər ki, sən dürüst insansan, başqasının haqqına girməyən və başqasına da dəyər verən, onu insanlıq naminə insanı yaşatmağa çalışan bir hədəfə sahibsən. Bu da önəmli.